Salam əziz dostlar, çox maraqlı bir Qur'an-ı Kərimdə Allah Taala misal çəkib. İstəyirəm o misalı siz də öyrənəsiniz. Deməli, Əraf surəsi səhifə 155-də. Allah Taala buyurur 40-cı ayədə. 40-cı ayədə. Allah Taala buyurur: "Əuzu billah, bismillah. İnnellezine kezzebu bi ayatina vestekberu anha." Əgər o kəslər ki, həqiqətən o kəslər ki, bizim ayələrimizi inkar edirlər və istekberu anha və o ayələri qəbul eləməkdə təkəbbürlük göstərirlər, la tufəttahu lahum abwabus səma. Onlar üçün səmanın qapıları açılmaz. Yəni rəhmət qapıları açılmaz. Və la yedxulunal cənnə. Cənnətə daxil olmazlar. Nə vaxta qədər? Hətta yelicəl cəməlu fi səmmil xiyat. Ta o vaxta qədər ki, dəvə iynənin dəliyindən keçənə qədər. Yəni dəvə haçan iynənin dəliyindən keçsə, onlar da cənnətə daxil olarlar. Yəni mümkün deyil onların cənnətə daxil olması. Burada çox gözəl bir misal çəkib, buyurur ki, dəvə iynənin dəliyindən keçsə əgər, onlar da cənnətə daxil olarlar. Və kəzəlikə nəczil mücrimin. Beləcə biz günahkarları cəzalandırırıq. Sağ olun.